Salam əziz izləyicilərimiz, bugün sizlərlə bərabər Artinin keçirdiyi sınaq imtahanının suallarına baxırıq. İlk sualımızla başlayaq. Düzxətli hərəkət edən 3 cismin koordinat zaman qrafiki verilib, uyğunluğu müəyyən edin. Diqqət edirik ki, hər biri koordinatın zamanınaslıq qrafikidir. Birinci qrafikə baxsaq, koordinat üzrə gedir cisim, yəni x oxu istiqamətində hərəkət edir. İkinci halda koordinat sabitdir, yəni bu cisim olduğu nöqtədə dayanıb hərəkət etmir, sükunət vəziyyətindədir. Üçüncü halda isə əksinə x oxunun əksi istiqamətində hərəkət edir. İndi birinci x oxu istiqamətində hərəkət edir. Biri A uyğundur o zaman. Sükunətdədir. C uyğundur ikinciyə. Və x oxunun əksi istiqamətində hərəkət edir. B uyğundur üçüncü qrafikə. Sürət proyeksiyası harda müsbət, harda mənfi olacaq? Təbii ki, cisim əgər x oxu istiqamətində gedirsə, sürətin x oxu üzrə proyeksiyası olacaq müsbət. X oxunun əksi istiqamətində hərəkət edirsə, sürətin x oxu üzrə proyeksiyası olacaq mənfi. Deməli, A, D, C, B, Y cavabını götürə bilərik. Daha sonra İkinci sualımıza baxaq. X oxu üzrə düzxətli bərabər təcilli hərəkət edən başlanğıc koordinatı x0 30 metr olan cismin sürət proyeksiyasının asılıq qrafiki verilib. 10-cu saniyənin sonunda cismin koordinatını bizdən istəyir. Əvvəlcə biz diqqət eləməliyik ki, burada koordinatı tapmaq lazımdır. x0 plus sx yazıram. Yəni başlanğıc koordinatın üzərinə yer dəyişmənin x oxu üzrə proyeksiyasını alıb onu əlavə etsəm, son koordinatı tapa bilərəm. İndi onda başlanğıc koordinat bizə verilib 30 metr. Bizə lazımdır yer dəyişməni təyin eləmək. Sürətin zamanın asılıq qrafikində yer dəyişməni tapmaq üçün qrafikin yaratdığı fiqurun sahəsinə baxmaq lazımdır. Qrafikin yaratdığı fiqur sahəsinə baxacağam. Gördüyüm kimi, baxın, qrafiki bu şəkildə ifadə edirəm. Qrafiki yenidən bu şəkildə çəkək. Qrafikin T oxu ilə yaratdığı fiqurun sahəsinə baxmalıyam. Yəni, burada aşağıda bir üçbucaq var və yuxarıda bir üçbucaq var. Bu üçbucaqların sahələrini tapsam, elə yer dəyişməni də təyin etmiş olacam. Ancaq burada diqqət edirik ki, başlanğıc sürət bizə verilməyib. Onda ilk iş, gedək başlanğıc sürəti tapaq. Bunun üçün də təcili tapmaqla başlayıram. Sadəcə hərəkətin bu hissəsinə baxacam. Bu hissədə gördüyümüz kimi, təcilin ümumiyyətlə düsturunu yazaq. A bərabər delta V bölünsün D. Yəni, sürətin dəyişiminin zamanı olan nisbətidir. İndi burada diqqət edirik ki, bu hissədə sürətimiz 0-dan 12-yə gəldi. Yəni, sürətimiz 12 dəyişdi, sürət dəyişimi 12-dir. Bəs nə qədər zaman müddətində sürətimiz 0-dan 12-yə gəlib? 4-cü və 10-cu saniyə arasında. 4-10 saniyə arasında 6 saniyə zaman keçir. Ona görə 12 böl 6 yazıram. Bu da edir 2 metr bölünsün saniyənin kvadratı. Deməli, bu hərəkətdə təcil 2 metr böl saniyə kvadratıdır. Onda getdik başlanğıc sürəti tapmağa. Bunun üçün də mən sadəcə qrafikin bu hissəsinə baxacağam. Qrafikin bu 4 saniyəyə qədərki hissəsində başlanğıc sürəti tapmaq üçün V0 bərabər AT yazsaq kifayətdir. Baxın, V bərabər V0 plus AT. Ümumi şəkildə sürət dənliyini yazdıq. Görürük ki, 4 saniyənin sonunda sürətimiz olub 0. Deməli, 4 saniyənin sonunda sürət əgər 0 olub, A təcili də bilirəm və zamanı da bilirəm 4 saniyədir, zaman 4 saniyədir, A təcili isə 2-dir. 2-ni vurdum 4 elədi 8. Onda 0 bərabər V0 plus 8, V0 buradan bərabər mənfi 8 metr böl saniyə. Deməli, başlanğıc sürət burada mənfi 8 metr böl saniyə olacaq. Əla, başlanğıc sürəti mən artıq bilirəmsə, gedirəm artıq sadəcə yer dəyişməni təyin eləməyə. Yer dəyişməni də təyin etmək üçün biraz öncə qeyd etdiyimiz kimi sadəcə qrafikin yaratdığı fiqurun sahəsinə baxmaq lazımdır. Birinci başlayıram aşağıdakı fiqurdan. Gördüyümüz kimi üçbucaqdır. S bərabər 2-də 1 AB yaza bilərəm. Tərəflərdən biri 0, mənfi 8 arası mənfi 8-dir. Digər tərəf isə 0 ilə 4-ün arası 4-dür. Onda deməli 4 ilə 2 getdi, burada qaldı 2. 2-ni mənfi 8-ə vurdum, elədi 16. Deməli, aşağıdakı fiqurun sahəsi mənfi 16 olacaq. Yuxarıdakı fiqurun sahəsinə baxsaq. Yuxarıda da yenə üçbucaq yaranıb. 2-də 1 AB-dən getməliyik. Bir tərəfimiz 0-12 arası, baxın 0-12 arası 12-dir. Digər tərəf isə 4-10 arası, yəni 6-dır.
İndi 12 ilə 2 getdi, burada qaldı 6, 6-nı da 6-ya vurdum 36. Deməli, yuxarıda 36, aşağıda isə -16 aldıq. Yekunda yer dəyişməmiz nə olacaq? Yer dəyişmə dediyimiz zaman burada mənfini də nəzərə almalıyıq. Yekunda bizdə yer dəyişmə 36 plus -16, yəni yekun yer dəyişmə 20 metr olacaq. İndi x bərabər x0 plus sx dedik. Başlanğıc koordinatımız 30'dur. Plus, yəni müsbət aldığımıza görə plus 20. 30 ilə də 20-ni topladıq, oldu 50 metr. Deməli, burada 50 metr cavabını biz götürməliyik. Daha sonra çevrə üzrə bərabər sürətlə hərəkət edən bir cismin təcilinin perioddan asılı qrafiki verilib və uyğunluğu müəyyən etməyimizi istəyir. Ümumiyyətlə, təcillə periodun əlaqəli düsturu təbii ki 4pi kvadratı r bölünsün t kvadratı düsturudur. Əvvəlcə mən qrafikin ilk hissəsinə baxıram. Bu hissədə gördüyüm kimi period bizdə sabitdir. Period sabitdirsə, onda perioda gəlin baxmayaq. Period sabitdir. Onda təcil və radius necə asılıdır? Düz mütənasib asılıdır. Deməli, təcilin radiusdan düz asılı olduğu bir qrafiki götürməliyəm. Təcilin radiusdan düz asılı olduğu qrafik A-da var, B-də var. C-də xeyir radiusu sabit verib çıxıram bunu. A-da xeyir təcil sabit verib. Burada da olmaz. Deməli, keçdim. Ya A-dır, ya B-dir, belə deyək. Davamını gətirək, yəni digər hissəyə keçək, digər hissəni yoxlayaq. İkinci hissədə isə biz görürük ki, A təcil periodla tərs mütənasib olaraq asılıdır. Təbii ki, təcil periodla tərs mütənasib asılıdırsa, onda burada sabit qalan kəmiyyət radius olmalıdır. Yəni, radiusun sabit qaldığı qiymətdə təcil periodla tərs asılı olacaq. Onda ikinci hissədə biz radiusu sabit götürməliyik. Radiusun sabit olduğu hissə gördüyümüz kimi 2-3 hissəsidir. Ona görə də cavabı B variantı olaraq götürmək lazımdır. Həmçində diqqət ediriksə, bəli, burada təcil azalıb, çəkilən qrafikdə də təcili azalma istiqamətində götürüblər. Bəli, cavabımız olacaq B variantı. Yəni, tutaq ki, eyni bir qrafik verə bilərdi. Radius burada, təcili burada artar götürərdi, məsələn. Onu da fərqləndirmək üçün təbii ki, diqqət eləməli idik ki, təcil bizdə azalır. Qrafikdə təcil azalırsa, seçdiyim qrafikdə də yenə təcil azalmalıdır. Eyni qrafik çəksə, bu şəkildə baxmaqla ayrı etmək olar. Daha sonra, kütləsi 200 kiloqram olan buz yelkəni sürtünməsiz səthdə sükunətdədir. Üfüqi istiqamətdə əsən küləyin təsiri ilə yelkən sürətini 4 saniyə ərzində 6 metr bölü saniyəyə çatdırır. Küləyin təsir qüvvəsini hesablayın. Diqqət edək ki, burada hal-hazırda sükunət vəziyyətidir. Ancaq sonra küləyin təsiri ilə 4 saniyədə 6-ya qədər artırır sürətini. Gəlin təcili tapaq onda. Təcil sürətin dəyişiminin zamana nisbətidir. Sürət 0 idi, oldu 6. Yəni, sürət nə qədər dəyişdi? 6 qədər dəyişdi. Zaman da 4 saniyə, onda buradan 1,5 metr bölü saniyə kvadratı təcil almış olarıq. Bizə lazımdır qüvvəni tapmaq. F bərabər M vurulsun A yazsaq, M kütləmiz 200 kiloqramdır. A təcilimiz isə 1,5-dir. 200-ü də 1,5-ə vurduğumuz zaman təbii ki 300 Newton edəcək. Daha sonra digər sualımıza keçək. Bloklar sistemi vasitəsilə şaquli istiqamətdə sabit 2 metr bölü saniyə kvadrat təcillə qaldırılan cismin kütləsini hesablayın. Diqqət edirəm, baxın, F üzrə gəlirəm. Bu da eyni ipdir. Eyni ip üzərində gərilmə də eyni olur. Buradan biz gördüyümüz kimi yuxarı doğru bloku 2 ip çəkir və hər bir ipdə qüvvəm 60 Newtondur. Onda bloku yuxarı doğru çəkən qüvvə 120 Newtondur. Onda belə çıxır ki, bu ipdə 120 Newton olmalıdır. İndi M kütləli cismə baxsaq, M kütləli cismi yuxarı doğru 2 ip çəkir, yəni blok çəkir. Bloku da 2 ip saxladığına görə M kütləli cismi yuxarı 2 ip çəkir və hər ipdə qüvvəm 60-dırsa, yuxarı doğru yekunda 120 Newton qüvvəm var və aşağı doğru isə təbii ki, cismin öz ağırlığı var. Yekunda isə cisim yuxarı doğru hərəkət edir. Onda gəlin yazaq, hərəkət tənliyini F əvəzləyici bərabərdir, M vurulsun A. Bu cismin üzərində olan qüvvələrin əvəzləyicisini necə taparam? Qüvvənin biri yuxarı, biri aşağı yönəlib əks istiqamət olduğuna görə qüvvələri bir-birindən çıxmalıyam.
Böyükdən kiçiyi çıxacam. Cisim yuxarı doğru hərəkət etdiyinə görə yuxarı çəkən qüvvə böyükdür. Onda 120 çıxılsın mj bərabərdir m vur a yazıram. Buradan 120 bərabərdir mj üstə gəlinsin a yazıram. M kütlə lazımdır. M bərabərdir 120 bölünsün j plus a yazıram. 120 bölünsün. M kütləmiz bizim J'miz daha doğrusu 10'dur. A təcrimiz 2'dir. Deməli 120 bölünsün 12. Bu da edəcək bizdə 10 kiloqram. Yəni 10 kiloqram alınmalıdır cismin kütləsi. Daha sonra yer səthindən hansı hündürlükdə kosmik gəmiyə təsir edən ağırlıq qüvvəsi yer səthindəkindən 16 dəfə azdır. Yer səthindəki ağırlıq qüvvəsini F0 götürsək, bu cismi yuxarı qaldırdığımız zaman F0 16 dəfə azalıb müəyyən bir hündürlükdə. Və bu hansı hündürlük olduğunu bizdən soruşur. Təbii ki, düstura da müraciət edə bilərik, amma bilirik ki, biz elə bunu şifahi də deyə bilərik. 16 dəfə azalma üçün təbii ki, h-ın 3r olması lazımdır. Niyə? Çünki f bərabər c m bölünsün r plus h-ın kvadratı yazaq. Bizə lazımdır məxrəcdə 16-nın alınması. Yəni f-h-ın F0-dan 16 dəfə az olması. Bunun üçün də məxrəcdə 16 alınmalıdır. Yaxşı, məxrəcdə 16-nı necə alaram? Bir r burada var. Əgər h-ın yerində 3r dayansa, 3r ilə bu r-i toplayacam edəcək 4r. 4r-in kvadratı da 16r kvadratı edəcək və beləliklə mən alacam cm bölünsün 16r kvadratı. Cm böl r kvadrat onsuz da f0'dır. Beləliklə f0 böl 16'nı almış olacağım. Yəni təbii ki, h 3r-ə bərabər olmalıdır. Ümumiyyətlə bu tip sualları bir çoxumuz sərbəst həll edirik. Yəni daha doğrusu şifahi həll edirik. Bəli, sual düşərsə elə şifahi həll eləmək daha yaxşı olar. Bir də düsturu yazmağa heç gərək də yoxdur. 16 dəfə azalmaq üçün 3r olmalıdır. 1r də düsturda var idi. 4r kvadratı elədi. 16 və 16 dəfə ağırlıq qüvvəsi azalmış oldu. Cisim yer səthindən 30 metr bölünsün saniyə sürətlə şaquli yuxarı atılır. 4-cü saniyənin sonunda cismin yer səthindən olan hündürlüyünü hesablayın. Gəlin biz bunu təsvir edək. Bizdə belə bir cisim var. Bu cisim yuxarı doğru 30 metr bölünsün saniyə sürətlə atılır. Təbii ki, cisim müəyyən bir hündürlüyə çıxacaq, maksimum hündürlüyə çıxacaq və maksimal hündürlükdə sürətini bir anlıq sıfırlayacaq, yəni bir anlıq dayanacaq və bu şəkildə yerə gəlib düşmüş olacaq. İndi 30 ilə atdığımız cisim 3 saniyə sonra maksimum hündürlükdə olmalıdır. Niyə? Çünki t qalxma bərabər v0 bölünsün j-dir. Əgər 30 ilə atmışıqsa j ona bölək, 3 saniyə sonra maksimum hündürlükdə olacaq bu cisim. Onda bizə amma ümumilikdə 4 saniyə verib, axı 4-cü saniyənin sonunda deyir, harda olacaq yerdən, hansı hündürlükdə olacaq. Bu cisim 3 saniyəyə üzü yuxarı çıxdı. Bizə isə 4 saniyə verib, deməli yerə, yəni əksi istiqamətdə hərəkət üçünsə bizə 1 saniyə verilib. 3 saniyə yuxarı çıxacaq və 1 saniyədə aşağı düşdüyü hissəyə baxmalıyam. Yer səthindən olan hündürlüyü tapmaq lazımdır. Gəlin onda birinci olaraq ümumi hündürlüyü tapaq. Baxın, bu ümumi hündürlüyü tapacağım. Bu ümumi hündürlük nə qədərdirsə, bu ümumi hündürlük nə qədərdirsə, bu ümumi hündürlükdən 1 saniyəyə düşəcəyi hündürlüyü çıxacağım. Və beləliklə cismin yerdən nə qədər hündürlükdə olduğunu tapmış olarıq. Bir daha qeyd edirəm. Əvvəlcə maksimum hündürlüyü tapacağam. Maksimum hündürlüyü tapandan sonra geri qalan əks istiqamətdə 1 saniyədə hərəkət edəcək axı. Həmin o 1 saniyədə nə qədər düşəcəyini tapacağam və beləliklə cismin yerdən olan hündürlüyünün nə qədər olduğunu tapmaq olar. Tamam, 3 saniyəyə bu cisim nə qədər yuxarı çıxar? H-max bərabər V0 kvadratı bölünsün 2J yazıram. 3 saniyəyə maksimum hündürlüyə çıxdığına görə təbii ki, gedəcəyi məsafə də maksimal hündürlüyə bərabər olmalıdır. 30-un kvadratı 900 bölü 20, bu eləyəcək 45 metr. Yəni 3 saniyəyə bu cisim 45 metrə yuxarı çıxmış olacaq. Bəs bu 1 saniyəyə nə qədər aşağı düşəcək? Təbii ki 5 metr. Niyə 1 saniyəyə 5 metr düşdü və bunu birbaşa necə dedik?
Ümumiyyətlə, hava müqavimətinin nəzərə alınmadığı bir mühitdə başlanğıc sürəti 0 olmaqla cismin yerə düşməsi bu elə sərbəst düşmədir. Deməli, bu cisim hərəkətin ikinci qolunda sərbəst düşmə hərəkəti icra edir. Biz də bilirik ki, sərbəst düşmə hərəkətində birinci saniyədə 5 metr, ikinci saniyədə 15 metr, üçüncü saniyədə 25 metr, belə gedirik. Deməli, burada bizim 1 saniyəmiz var idi. 1 saniyədə 5 metr aşağı düşə bilərik. H bərabər gt kvadrat bölü 2-yə də gedə bilərəm. Amma mən daha qısa getmək istədiyim üçün birbaşa deyirəm ki, 5 metr düşəcək aşağı. Deməli, 45 metr yuxarı çıxdım. 5 metr aşağı düşdümsə, yerdən nə qədər hündürdə olaram? 45 metr yuxarı çıxmışam, 5 metr aşağı düşmüşəmsə, təbii ki, yerdən 40 metr hündürlükdə olacaqıq. Daha sonra keçirəm digər sualımıza. Sərtliyi 5 kN bölü metr olan yayın 900 Newton qüvvənin təsiri ilə nə qədər uzandığını tapmalıyıq. F bərabər K(x) yazıram. X-i buradan tapanda olur. F bölünsün K. F-i də 90 Newton verib, K-nı da 5 kN verib. Kilo bilirik 10 üstü 3'dür. Onda bunu da hesablayanda burada alınacaq bizdə 18 bölünsün 1000 metr. Millimetrə çevirdiyimiz zaman 18 millimetr alınacaq. Çəkisi 500 Newton olan cismin üfüqi səthdə 200 Newton qüvvənin təsiri ilə bərabər sürətlə hərəkət edir. Səth arasındakı sürtünmə əmsalını tapın. Cismin səthin arasında sürtünmə əmsalını bizdən istəyir. Ümumiyyətlə bilirik ki, bərabər sürətli hərəkətdə dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olmalıdır. Biz cismi əgər 200 Newton qüvvə ilə dartırıqsa, deməli əksi istiqamətdə təsir edən sürtünmə qüvvəsinin özü də 200 Newtona bərabər olmalıdır. İndi sürtünmə əmsalını istəyirsə, təbii ki, sürtünmə qüvvəsinin düsturuna getmək lazımdır. Mu n şəklində yaza bilərəm və yaxud da bilirik ki, reaksiya qüvvəsinin yerinə elə çəkində qoymaq olar. Onda mu p yaza bilərəm və ya f təzyiqini istəyə bilər və yaxud da təzyiqlə ifadəni verə bilər. Mu f təzyiq yaza bilərəm. Bu şəkildə. Deməli, bizə çəki verildiyinə görə f sürtünmə bərabərdir. Mu p yazıram. Mu çəki yazıram. Onda sürtünmə qüvvəmiz dedik dartı qüvvəsinə bərabərdir. Dartı nə qədərdir? 200 Newton. Deməli, sürtünmənin özü də 200 Newtondur. 200 bərabərdir. Mu vurulsun. Çəkini isə bizə verib 200 üzr istəyirəm, çəkini isə bizə verib 500 Newton. Deməli, burada yazıram 500. Buradan da mu-nu təyin etdiyimiz zaman mu bərabərdir 200 bölünsün 500, yəni 5-də 2, yəni 0,4 edəcək. Daha sonra kütləsi 10 kiloqram olan cisim 100 Newton qüvvənin təsiri ilə mail müstəvi üzrə hərəkət etdirir. Cismin aldığı təcili hesablayın. Xatırlayırsınızsa, keçən dəfə paylaşdığımız qəbul tipli yox, sertifikasiya tipli sınaqda eyni ilə belə bir sual təqdim olunmuşdu. Orada isə mən sadəcə əvəzləyici qüvvənin tapılmasını qeyd etmişdim. Gəlin bu cismə təsir edən bütün qüvvələri biz göstərək. Təbii ki, cismi aşağı doğru mg ağırlıq qüvvəsi çəkir. Bilirik ki, mail müstəvi üzrə ağırlıq qüvvəsinin 2 toplananını qeyd eləməliyik. Mail müstəvinin səthinə paralel olan mg sinus alfa və mail müstəvinin səthinə perpendikulyar olan mg qosinus alfa toplananlarını yazmaq olar. Buradan reaksiya qüvvəsini göstərsək, reaksiya qüvvəsi gördüyümüz kimi mg qosinus alfa ilə tarazlaşır. Onda deməli n bərabərdir mg qosinus alfa yazmaq olar burada. İndi digər tərəfdən biz cismi yuxarı doğru hərəkət etdiririk və sürtünmənin də burada təsiri nəzərə alınır. Əgər mən cismi yuxarı doğru hərəkət etdirirəmsə, onda sürtünmə qüvvəsi təbii ki, bu hərəkətin əksi istiqamətində yönəlmiş olacaq. Bizə lazımdır bu cismin alacağı təcil. A bərabər f əvəzləyici bölünsün m yazmalıyıq. Deməli, əvəzləyici qüvvəni tapıb kütləyə bölsək, təcili təyin eləmək olar. İndi əvəzləyici qüvvəni necə taparıq? Cisim yuxarı doğru hərəkət etdirilir. Onda əvəzləyici qüvvə burada f minus mg sinus alfa plus f sürtünmə olmalıdır. Deməli, f minus mg sinus alfa plus f sürtünmə olacaq. Yəni mg sinus alfa və f sürtünmə eyni istiqamət olduğuna görə bunları cəmlədim. F-dən də həmin qüvvələri çıxdım ki, yekun əvəzləyici qüvvəni təyin edə bilim. İndi f sürtünmənin ifadəsini biraz öncə qeyd etdik. F sürtünmə bərabərdir mu vurulsun n-ə. N-in də yerinə mg kosinus alfa qoymalı idim. Onda deməli mu mg kosinus alfa almış oluruq. Deməli, gəlin onda yazaq. F minus mg sinus alfa
Plus F sürtünmənin də yerinə mu, mj, qoy sinus alfa yazırıq və aparıb bütün ifadələri qoyuruq yerinə. F qüvvəmiz 100 Newtondur. mj sinus alfa 100 minus mj sinus alfa. M kütlə 10, j 10, sinus alfa 0,6 plus mu 0,2, m 10, j 10, qoy sinus alfa isə 0,8. Əla, deməli 100 minus 100-ü vurduq, bu elədir 60. 0,2-ni 10-a vurduq 2, 0,8-i 10-a vurduq 8, 2-ni 8-ə, bu da elədir 16. Deməli 16 plus 60 bu edəcək bizdə 76. Deməli 100 minus 76 yazıram. Baxın 60 plus 16. 100-dən də 76-nı çıxanda qalır 24 Newton. Deməli, burada əvəzləyici qüvvə 24 Newtondur. Kütlə də 10 kiloqramdır. Onda təcrid olacaq 2,4 metr bölünsün saniyənin kvadratı. Yəni, C variantını götürmüş olarıq. Daha sonra 11-ci sualımıza keçsək, düzxətlə hərəkət edən cismin impulsunun proyeksiyasının zamananasılıq tənliyi verilib, hansı ifadə doğrudur? Əvvəlcə yazaq ki, delta P bərabərdir F delta T-yə. Buradan F-i təyin eləsək, olacaq delta P bölünsün delta T. Yəni, impulsun zamana görə törəməsi bizə qüvvəni vermiş olacaq. İndi buradan törəmə alsaq, 20-nin törəməsi 0, 8 T-nin törəməsi elədir 8. Deməli, qüvvəmizin buradakı qiyməti 8 Newtondur və sabitdir. Qüvvə, əvəzləyici qüvvə burada sabit olduğuna görə bərabər təcili hərəkət alınacaq. Bəs hansı növü bərabər yeyinləşən yoxsa yavaşayan? Gördüyümüz kimi impuls artır, yəni 20 plus 8 T-dir. Impuls artırsa sürət də artır. Deməli, bu cisim bərabər yeyinləşən hərəkət etmiş olar. Daha sonra şaquli yuxarı istiqamətdə atılan 0,2 kiloqram kütləli cismin uçuş müddəti 6 saniyədir. Cismin yerə nəzərən maksimal potensial enerjisini hesablayın. Yenə də cismi biz yuxarı doğru atırıq. Bu cisim müəyyən bir hündürlüyə gəlib çatır və əks istiqamətdə yerə düşmüş olacaq. Uçuş müddəti 6 saniyədir. Əgər uçuş müddəti 6 saniyədirsə, deməli 3 saniyəyə bu cisim yuxarı çıxıb, 3 saniyəyə də aşağı düşüb. Eyni bir hündürlükdən atdığımız cisim, tutaq ki, yerdən atmışam, müəyyən bir hündürlüyə çıxıb, təzədən yerə gəlib düşəcəksə, 3 saniyəyə yuxarı çıxıb, 3 saniyəyə də aşağı düşməlidir. Deməli, uçuş müddətinin 6 saniyə olmasından bunu təyin etdik. İndi cisim əgər 3 saniyəyə maksimum hündürlüyə çıxıbsa, onda başlanğıc sürət 30 imiş. Çünki T qalxma bərabər V0 bölü J. T qalxma müddəti 3 saniyə, V0 bizdə bilmirik. J də 10-dursa, onda buradan V0 30 metr bölünsün saniyə alınmış olur. Deməli, V0-ın yerinə 30 metr bölünsün saniyə yazdım. İndi bizə lazımdır potensial enerjini təyin eləmək. Y potensial üçün biz ifadəni, daha doğrusu daha fərqli cür də gedə bilərdim. Yox, belə getdim. Buradan H-max'ı gəlin tapaq. H-max deməli V0-ın kvadratı bölünsün 2J şəklində təyin olunacaq. V0 30-dursa kvadratı olacaq bizdə 900 bölünsün 20. Bu da edəcək 45 metr. Yəni cisim ən çox 45 metr hündürlüyə qalxa bilər. Və bizə də lazımdır maksimum potensial enerjini təyin eləmək. Potensial enerjinin maksimum qiyməti üçün onda biz yaza bilərik mj H-max. M kütləmiz 0,2 J10 H-max da 45 olduğuna görə buradan 90 joule cavabını almış olarıq. Niyə qeyd etdim ki, fərqli cürə də gedə bilərik? Burada onsuz da bizə lazımdır maksimum potensial enerji. Maksimum potensial enerjini də təyin eləmək üçün mj H maksimum yazmalıyamsa, bizdə H maksimalın belə bir düsturu var. H maksimal bərabər JT uçuşun kvadratı bölünsün 8. Elə buradan da gedə bilərdim. Uçuş 6-dır. 6-nın kvadratı 36. 360 bölünsün 8. Belə yazacaqdım. Buradan da yenə 45 cavabını almış olacaqdım. Yəni H-max'ın 45 olduğunu buradan da təyin edib, gətirib yerinə qoymaq olardı. Belə də qeyd eləmək olardı. Ümumiyyətlə H-max'ın düsturlarını yazaq. H-max bərabər V0-ın kvadratı bölünsün 2J var. JT qalxmanın kvadratı bölü 2 var və qalxma müddəti uçuş müddətinin yarısı olduğuna görə JT uçuşun kvadratı böl 8-imiz var. Əgər uçuşu veribsə də JT uçuş müddəti kvadratı böl 8 ilə H-max'ı tapıb gətirib yerinə qoysaq daha qısa getmiş olarmışıq. Daha sonra 0,4 kW/saat işi joule ilə ifadə edin.
Ümumiyyətlə kilovat vur saat gücü 1 kilovat olan cəryanın 1 saatda gördüyü işə bərabərdir. Onda 0.4 kilovat vurulsun saatı biz çevirmək istəyiriksə, əvvəlcə kilovatı çevirək 1000 kimi, yəni 1000 watt deməkdir bu. Və saatı da saniyəyə çevirsək 3600 saniyə edəcək. Onda buradan 0.4'ü vursaq 36'ya, onda vursaq 1000'ə alınar bizdən 1.440.000. Yəni C variantı. Daha sonra birinci kran yükü H hündürlüyünə 5 saniyə, ikinci kran isə eyni yükü həmin hündürlüyə 2 saniyəyə qaldırır. Bu kranların faydalı güclərinin nisbətini hesablayın. N bərabərdir A bölünsün T yazaq. Yəni işin görülmə yeyinliyi güc adlanır. İndi gücü buradan biz işi buradan aça bilərik. A bərabər F vurulsun H-dır. Biz kütləsi müəyyən bir kütləsi olan cismi yuxarı doğru qaldırırıq. F'in yerinə mj yazaq. mj h bölünsün t alınmış olar. Burada diqqət edirik ki, biz hər iki halda eyni yükü hündürlüyə qaldırırıq. Deməli, kütlə eynidir, j eynidir və həmin hündürlüyə qaldırırıq. Ona görə h da eynidir. Bizdə onda n ilə t arasında münasibət olacaq tərs asılıq. n1 bölünsün, daha doğrusu bizdən n2 bölü n1 istəyir. n2 bölünsün n1 bərabərdir tərsinə t1 bölünsün t2. Birinci halda t1'imiz 5 saniyə, ikinci halda isə 2 saniyədirsə 5 bölü 2, bu da edər 2,5. Daha sonra faydalı işi 180 joule, faydalı iş əmsalı 90% olan mexanizmlə yükü qaldırdıqda tam işi hesablayın. Eta bərabərdir A faydalı bölünsün, A tam vurulsun 100%'ə gedirəm. Buradan tam işi tapmalıyıq. A tam bərabərdir. A faydalı vur 100 böl faydalı iş əmsalı. A faydalı iş 180'dir, vurulsun 100 bölünsün 90. Buradan da alınar bizdə 200 joule. Daha sonra ipə bağlanmış cisim harmonik rəqs edir. Cismin təcilinin maksimum olduğu anda hansı fiziki kəmiyyət sıfıra bərabərdir? Burada diqqət eləməliyik ki, bizdə potensial enerji, qüvvə, təcil və x max, yəni amplitud qiymət hər biri amplitud nöqtələrdə, yəni kənar vəziyyətlərdə maksimal qiymətlərini alırlar. Amma tarazlıq vəziyyətində isə sürət, impuls və kinetik enerji öz maksimum qiymətlərini alır. Bizə deyilir ki, təcilin maksimum olduğu anda, əgər təcil maksimumdursa, onda deməli sürət, impuls, kinetik enerji minimumdur. Çünki təcil maksimumdursa, deməli bu kənar vəziyyətdir. Kənar vəziyyətdə isə sürət, impuls, kinetik enerji minimal qiymət alır. Ona görə də biz burada impuls cavabını götürə bilərik. Şəkildə tezliyi 0.5 Hz olan enlə dalğa təsvir olunub, dalğanın yayılma sürətini hesablayın. Ümumiyyətlə, dalğa uzunluğunu gəlin burada təyin edək. Dalğa uzunluğu eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafədir. Eyni fazada rəqs edən iki dənə ən yaxın nöqtəni seçirəm. Baxın, bu nöqtələri seçdim. Və bu nöqtələrin arasındakı bu məsafə bizdə dalğa uzunluğu olacaq. Dalğa uzunluğu nə qədərdir o zaman? 2, 4, 6, 8 dama təşkil edir. Hər dama 5 desimetrdirsə, onda dalğa uzunluğu 5 vur 8, yəni 40 desimetr olacaq. Metrlə ifadə edəsək 4 metr olacaq. Bu da bərabər 4 metrə. İndi bizə lazımdır dalğanın yayılma sürətini tapmaq. Liam da bərabərdir V vur T period yazıram. Periodun yerinə isə 1 böl tezlik ifadəsini qoyacağam. Onda olacaq V bölünsün nu. Buradan da V sürəti təyin edirəm. V bərabərdir nu vurulsun Liam da yazmaq olar. Liam da nu yazmaq olar yəni. Liam da bizdə 4 oldu. Nu tezliyi isə 0,5 verib, onda buradan 2 metr bölünsün saniyə alınmış olar. Daha sonra digər sualımıza baxsaq, qabların dibinə suyun göstərdiyi təzyiq qüvvələri arasında hansı münasibət doğrudur? Suyun təzyiq qüvvəsi F bərabər rho, J, H, S-dən hesablanır. Hər iki qabdakı sudursa rho sabitdir, J sabitdir, H və S-ə baxmalıyıq.
Birinci haldakı təzyiqi elə yazaram bu şəkildə, daha doğrusu üzr istəyirəm, təzyiq qüvvəsini istəyir. Birinci haldakı təzyiq qüvvəsini bu şəkildə yazıram. F1 bərabər rho JHS-dən 2S-dir, H isə H-dır. O zaman 2 rho JHS yazıram. F2 isə bərabərdir rho JHS-dən rho JH S böl 2, yəni H-ın yerinə H böl 2 qoysaq, olacaq deməli, rho JHS bölünsün 2. İndi bu nisbəti hesablanmaq lazımdır, tərəf-tərəfə bölmək lazımdır. F1 böl F2 nisbəti, baxın, rho JHS getdi. 2 də yuxarı çıxdı, oldu burada 4. Deməli, F1 bölünsün F2 bərabərdir buradan 4-ə, F1 də bərabərdir 4 F2-yə. Yəni, B variantını götürmək lazımdır. Daha sonra kütləsi 12 kiloqram olan cisminin həcminin yarısı suya bataraq üzür. Cismə təsir edən Arximed qüvvəsini hesablayın. Burada diqqət etməliyik ki, cismin həcminin bir hissəsi suda bataraq tarazlıq vəziyyətində qalıb, yəni mayedə üzür. Bu halda təbii ki, bu cismin mayenin daxilində və ya mayenin səthində tarazlıqda qalmasının səbəbi odur ki, buna təsir edən ağırlıq qüvvəsi ona təsir edən Arximed qüvvəsi ilə tarazlaşıb. Yəni, Arximed qüvvəsi burada ağırlıq qüvvəsinə bərabərdir. İndi kütlə 12 kiloqramdırsa, onda Arximed qüvvəsi burada 120 Newton olmalıdır. Daha sonra Pascal böl Joule ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Pascal bilirik ki, təzyiqin vahididir. P bərabər F böl S-dən alınır. Onda təzyiqin vahidi olan 1 Pascal 1 Newton bölünsün metr kvadratı şəklində ifadə olunur. Joule isə işin düsturudur və Newtonun işin yəni ifadəsidir, vahididir, üzr istəyirəm. İş vahidi olduğuna görə F vurulsun deyək ki, S-dən təyin eləsək, onda bu olacaq bizdə 1 Newton vurulsun, deməli metr. Deməli, Joule biz Newton vur metr kimi aça bilərik. Pascal isə Newton böl metr kvadratı kimi aça bilərik. Onda Pascalın yerinə Newton bölünsün metr kvadratı yazıram. Joule da yerinə Newton vur metr yazıram. Burada Newtonlar gedir, qalır 1 böl metrin kubu. 1 böl metr kubu da təbii ki, konsentrasiya vahidi olmalıdır. Balaca n bərabərdir, böyük n böl V demişik. Sayın vahidi yoxdur. V həcm vahidi kubmetrdirsə, 1 böl kubmetr təbii ki, konsentrasiyanın vahidi olacaq. Verilən kütləli ideal qazın təzyiqinin temperaturdan asılı qrafiki verilir. AB və BC hissəsində qazın həcmi necə dəyişər? Əvvəlcə biz baxaq AB hissəsinə. AB hissəsində gördüyümüz kimi proses izobar prosesdir. Yəni təzyiq sabit və verilən kütləli qazdırsa, deməli bu izobar prosesdir. İzobar prosesdə həcm necə dəyişər? Birinci olaraq AB prosesi izobar prosesdə burada P konstantdır və bilirik ki, izobar prosesdə həcm və temperatur düz mütənasib olaraq asılıdır. Diqqət ediriksə, temperatur artır. Baxın, temperatur artır. AB xəttinə diqqət etsək. Temperatur artırsa, onda həcm də artır təbii ki. Deməli, AB hissəsində həcm artmış olacaq. Daha sonra BC hissəsinə baxsaq, BC hissəsində isə PT ilə düz mütənasib olaraq asılıdır. Bu halda təbii ki, proses izoxor prosesdir. Verilən kütləli qaz üçün təzyiq temperaturla düz asılıdırsa, bu izoxor prosesə uyğundur. V konstantdır. Yəni, V konstantda həcmi soruşurdu. Biz də dedik ki, izoxor prosesdir. Həcm dəyişmir burada. Deməli, birinci halda həcm artar, ikinci halda isə dəyişməz deyəcəyik. Daha sonra verilən kütləli ideal qaz üzərində verilmiş 1-2-3 prosesi təsvir olunub. Qazın daxili enerjisi 1-2 prosesində 20 kJ artarsa, 2-3 prosesində qazın daxili enerjisinin artmasını hesablayın. Qazın daxili enerjisinin dəyişməsini hesablayın. Gəlin belə edək. Əvvəlcə biz başlayaq 1-2 prosesindən. 1-2 prosesində qeyd edilir ki, bizə daxili enerji dəyişib 20 kJ qədər. Daxili enerjinin dəyişməsi necə yazılır? Delta U bərabər 2-də 3, P delta V kimi yazıla bilər. Amma burada V sabitdir. V sabit olduğuna görə V delta P yazacağım. Deməli, ümumiyyətlə, delta U bərabər 2-də 3, V0 vurulsun, delta P yazıram. Təzyiq dəyişib, həcm dəyişmir. Delta P isə son qiymət, yəni təzyiqin son qiyməti çıx başlanğıc qiyməti olmalıdır. Birinci halda təzyiq qiyməti P0-dır, ikinci halda təzyiqin qiyməti 3P0-dır. Deməli, 3P0-dan P0-ı çıxıb
delta P-ni təyin edə bilərəm. 3P0 çıx P0 bizdə 2P0 edəcək. Onu da buraya yazıram. 2P0. 2 və 2 getdim. Deməli, delta U buradan alındı. 3P0 V0 və həmin dəyişimi də bizə 20 kilojoule qədər veriblər. Deməli, 3P0 V0 əgər 20 kilojouledur, onda harda bu ifadəni görsək, yerinə 20 kilojoule yaza bilərik. İndi mən keçirəm artıq 2-3 prosesinə. 2-3 prosesində isə gördüyümüz kimi təzyiq sabitdir, həcm artır. Bu halda daxili enerjinin dəyişməsi delta U bərabərdir 2-də 3. Burada isə təzyiq sabit qalıb. Onda təzyiq sabitdirsə 3P0 yazıram. Vurulsun həcmin dəyişimi. Həcmin dəyişimi isə gördüyümüz kimi V0-dan 4V0-adır. Yəni 4V0 çıx V0 yazılmalıdır. 4V0-dan V0-ı çıxdım, elədi 3V0. İndi burada 3P0 V0 bizə nəyi verir? 3P0 V0 bizə 20 kilojoule cavabını verir. Onda gəlin belə edək də 3P0 V0-ın yerinə qoyaq 20. Onda alınacaq bizdə nə? 3 bölünsün 2. Vurulsun 20. Vurulsun, baxın burada bir 3 də qalıb. Bunu unutmayaq. Vurulsun 3. Buradan da baxın 20 ilə 2 getdi qaldı. 10. 3'ü vururam 3'ə. 9. Onu da 10'a vururam edir. 90 kilojoule. Daha sonra getdik. Mayenin qaynama temperaturunu necə artırmaq olar? Mayenin qaynama temperaturunu artırmaq üçün onun üzərinə düşən xarici təzyiqi də artırmaq lazımdır. Mayenin açıq səthinə düşən xarici təzyiq nə qədər? Üzr istəyirəm, açıq səthin sayəsini artırmağı götürdüm. Xarici təzyiqi artırmaq dedim. Maye səthindəki xarici təzyiqi artırmaq lazımdır ki, mayenin qaynama temperaturu da artmış olsun. Xarici təzyiq azaldığı zaman isə tərsinə bizdə qaynama temperaturu azalmış olur. Daha sonra uzunluğu 2 metr, ən kəsiyinin sahəsi 2 kvadrat santimetr olan polad məftildən 100 kiloqram kütləli yük asılır. Məftilin mütləq uzanmasını hesablayın. Və burada gəlin biz mexaniki gərginliyin düsturlarına müraciət edək. F bölünsün S kimi düsturumuz var və epsilon Y kimi düsturumuz var. Bu düsturları bir-birinə bərabər edirəm. F bölünsün S bərabərdir epsilon Y-yə. Burada mütləq uzanma lazımdır. Onda gəlin epsilonda delta L bölünsün L0 kimi açaq. Epsilonun da yerinə delta L bölünsün L0 qoysam, yanında da bir Young modullu. Məftilin mütləq uzanması delta L-dir. Delta L-i buradan təyin etsəm, olacaq məndə FL0 bölünsün SY. Bu qədər. İndi F-in də yerinə MJ qoyuram. MJ L0 böl SY. M kütləmiz 500'dür. J'yə vursaq 1000 alınacaq. 5 vur 10 üstü 3 yazıram. L0 başlanğıc uzunluğu 2 metr olaraq verilir. En kəsiyinin sahəsi 2 kvadrat santimetrdir. Kvadrat santimetrdən təbii ki kvadrat metrə keçmək lazımdır. Bilirik ki 1 santimetr %1 metrdir. Onda deməli kvadrat santimetrdən metrə keçdiyimiz zaman isə 10 üstü 4'ə bölməliyik. Yəni 2 S bərabər 2 kvadrat santimetr bizdə 2 vur 10 üstündə mənfi 4 kvadrat metr olacaq. Deməli, S-in yerinə 2 vur 10 üstü mənfi 4 yazıram. Y Young modulu isə 2 vurulsun 10 üstündə 11'dir. Qalır artıq bunu hesablamaq. 2 və 2 getdi. Buradan 10 üstü mənfi 4 və 10 üstü mənfi 11'ə aparsam alınacaq 10 üstündə 7. Burada qaldı 10 üstü 7. 10 üstü 7 ilə 10 üstü 3'ü aparıram. Qalır 10 üstü 4 və 5 bölünsün 2 vur 10 üstü 4 alınmış olacaq. Bu da bizə 2 tam onda 5, yəni 5'i 2'yə bölürəm. 2 tam onda 5 böl 10 üstü 4 verəcək. Və millimetrdən ifadə etdiyimiz zaman təbii ki 0 tam %25 millimetr alınmış olar. Yəni biz 2/5 böl 10 üstü 4 metrlə aldıq. Millimetrə çevirmək üçün isə minə vurmaq lazımdır. Onda olacaq bizdən 0,25 millimetr. Daha sonra səthi gərilmə əmsalının səthi gərilmə qüvvəsindən asılılıq qrafiki hansıdır? Səthi gərilmə əmsalı F bölünsün L şəklindədir və səthi gərilmə əmsalı temperaturdan asılıdır, F-dən asılı deyildir.
D variantını götürərik. Daha sonra elektroskopun iş prinsipi əsaslanıb eyni işarəli yüklərin bir-birini dəf eləməsinə və yüklər arasındakı qarşılıqlı təsir qüvvəsinə, eyni işarəli yüklərin bir-birini dəf etməsini götürəcək və 2 və 3. Daha sonra müsbət Q yükü bir cins elektrik sahəsində AB, BC və CA trayektoriyası üzrə hərəkət etdikdə hansı ifadələr doğrudur? Diqqət eləməliyik ki, müsbət yükdür. İntensivlik xətlərimiz isə gördüyümüz kimi yuxarı doğru yönəlib. Birinci olaraq müsbət yük A-dan B-yə doğru gedir. Əgər müsbət yük A-dan B-yə doğru gedirsə, o intensivlik istiqamətində gedir. Baxın, intensivlik istiqaməti, intensivlik yuxarı doğru istiqamət alıb və müsbət yük də intensivliyin istiqamətində gedir o zaman. Bilirik ki, müsbət yük intensivlik istiqamətində gedərkən sürətini artıraraq getməlidir, bərabər yeyinləşən hərəkət etməlidir. Səbəbini isə qeyd etmişdik. Baxın, intensivlik xətlərimiz bu şəkildədir. Bu lövhə bizdə müsbət lövhədir. İntensivlik xətləri buradan çıxır. Bu lövhə isə intensivlik xəttinin daxil olduğu lövhə isə mənfi lövhədir. Əgər bizdə müsbət yük intensivlik istiqamətində gedirsə, yəni sürət intensivliyi üzrə yönəlibsə, müsbət yükə təsir edən qüvvə də onsuz da mənfiyə doğru yönəlməli olduğuna görə, deməli qüvvə ilə sürət eyni istiqamətə yönələcək. Bu halda yeyinləşən hərəkət alınmış olacaq. Deməli, müsbət yük intensivliyi üzrə getdiyi zaman yeyinləşən hərəkət edir. Bunu hər dəfə belə yazmadan birbaşa deməliyik. Yeyinləşən hərəkətdirsə, sahənin görəcəyi iş müsbət olacaq, kinetik enerji, sürət, impuls bunlar artacaq. Deməli, AB hissəsində sahənin gördüyü iş müsbətdir. A-nı götürərəm. Daha sonra kinetik enerji artır. Baxın, sürət, impuls, kinetik enerji artır. Kinetik enerji artırsa potensial enerjini də onda azalır götürək. Daha sonra ikinci hissəyə keçsək BC hissəsinə. BC hissəsində isə müsbət yükümüz necə hərəkət edər? BC hissəsi ekvipotensial səthlərə uyğundur. Yəni BC hissəsində intensivlik xətləri üzrə gördüyümüz kimi intensivlik üzrə cisim, bu zərrəci intensivlik üzrə və yaxud da intensivliyin əksi üzrə getmir. Bu halda biz bu zərrəciyin ekvipotensial səthi üzrə hərəkət etdiyini nəzərdə tuturuq. Niyə? Çünki bizdə intensivliyin istiqamətində getdikcə potensial azalmalıdır. Amma burada zərrəci əgər intensivliyə perpendikulyar şəkildə hərəkət edirsə, onda artıq burada potensial dəyişmir. Potensial dəyişmədiyinə görə də burada iş görülmür. Yəni görülən iş sıfıra bərabərdir. Sahənin gördüyü iş sıfıra bərabərdir BC hissəsində. Deməli, 2-yə B variantına aid edərik. Niyə sıfıra bərabər olacaq? İş gəlin bunu da yazaq. A bərabər QU yazsaq, onun yerinə də Φ1 çıx Φ2 yazsaq, potensiallar eyni olduğuna görə, yəni B-dəki və C-dəki potensial eyni olduğuna görə burada iş görülə bilməz. Deməli, 2-yə B-ni aid etmək olar. Daha sonra həmçinin potensial və kinetik enerji də dəyişmir deyəcəyik. Digər tərəfdən biz artıq baxaq 3-cü hissəyə. 3-cü hissədə isə gördüyümüz kimi müsbət yük artıq intensivliyin əksi istiqamətində hərəkət edir. Bu halda təbii ki, görülən iş olacaq mənfi. Kinetik enerji azalacaq, potensial enerji isə tərsinə artmış olacaq. Deməli, AD, BY və C-ni götürmək olar. AD, BY və C. Daha sonra yükləndikdən sonra mənbədən ayrılmış müstəvi kondensatorun elektrik sahəsinin intensivliyinin modulunun lövhələr arasındakı məsafədən asılıq qrafiki necədir? Y bərabər yükləndikdən sonra mənbədən ayrılmış müstəvi kondensator üçün bilirik ki, yük sabit bir kəmiyyətdir. Q qalacaq sabit. İndi burada düsturu çıxara da bilərik. Y bərabər U böl D-dən birbaşa ifadəsini də yaza bilərik. Gəlin elə birbaşa ifadəni yazaq. Q bölünsün epsilon 0 S. Deməli, gördüyümüz kimi burada intensivlik D məsafədən asılı ola bilməz. Çünki bu düsturda ümumiyyətlə D iştirak etmir. Deməli, C variantını götürməliyik. Daha sonra kondensatorun gərginliyinin onun yükündən asılı qrafiki verilib. Qrafikin A nöqtəsinə uyğun olan
Elektrik sahəsinin enerjisini hesablayın. Q var, U var. O zaman Q, U bölünsün 2 yazarıq. Deməli 8 vur 50 böl 2. Bu da edəcək 4 vurulsun 50. Milli ilə verib 200 deməli milli joule. Joule ilə ifadə etməyimizi istəyirsə milli 10 üstü mənfi 3'dür. Yəni 200 böl 10 üstü 3 olacaq. 200 böl 10 üstü 3. Bu da edər 0,2 joule. Daha sonra mis naqilin enkəsinin sahəsini dəyişmədən uzunluğunu 2 dəfə artırdıqda müqaviməti necə dəyişər? Rho bölünsün üstümüz var. Əgər sahəni dəyişməmişəm, uzunluğu isə 2 dəfə artırmışamsa, təbii ki, müqavimət də 2 dəfə artmış olacaq. Daha sonra verilmiş elektrik dövrəsində A1 ampermetrinin göstəricisi 4 amperdir, A2 ampermetrinin göstəricisini tapın. Eyni sual, oxşar bir sualı elə bizim sınaqlarda görmüsünüz. Baxın, 1 və 3 ohm bir-birinə ardıcıl qaydada birləşib. Burada aşağıda ümumi müqavimətimiz nə qədərdir? 4 ohm qədərdir. 4 ohm qədər. Yuxarıda isə müqavimətimiz 2 ohm qədərdir. Bizə lazımdır A2 ampermetrinin göstəricisini tapmaq. Və A1'in göstəricisi isə bizə deyilir ki 4 amperdir. A1'in göstəricisi əgər 4 amperdirsə, onda aşağı qola təbii ki 2 amper cəryan getməlidir. Çünki I bərabər U böl R-ə əsasən paralel qolda gərginlik sabit, buna baxmayaq. Paralel qolda R və I arası münasibət tərs asıllıq olacaq. Yəni müqavimətin 2 dəfə çox olduğu yerə 2 dəfə az cəryan göndərməliyəm. Yuxarıda müqavimət 2-dir, aşağıda müqavimət 4-dür. Yəni aşağıda müqavimət 2 dəfə çoxdur. Aşağıda müqavimət 2 dəfə çoxdursa, onda cəryan şiddəti 2 dəfə az olmalıdır yuxarıdakından. Yəni yuxarıda 4 amper varsa, aşağıda 2 dəfə az, yəni 2 amper cəryan olmalıdır. Onda yuxarı 4, aşağı 2 amper gələ bilibsə, ümumilikdə bu mənbədə olan cəryan nə qədər imiş? 6 amper imiş. Yəni burada 6 amper cəryan gəlib, A2 üzərindən elə 6 amper cəryan gedib. Ondan sonra gəlib paraleldə bunlar bölünüblər. Deməli bizdə cavab olacaq elə 6 amper. Daha sonra qapalı dövrənin faydalı iş əmsalını hesablayın. Gəlin əvvəlcə ümumi müqaviməti hesablayaq. Ardıcılda biz ümumi müqaviməti tapmaq üçün müqavimətləri cəmləməliyik. 6 ilə 3-ü cəmləyirəm edir 9, 10. Daha sonra fiyənin qapalı dövrə üçün düsturuna müraciət edirəm. R bölünsün, R üstə gəlinsin, R vurulsun 100%. Deməli, R neçə aldıq? 9. 9 bölünsün, 9 üstə gəlib, balaca yeri 1 verib, 1 vurulsun 100%. Bu da edəcək bizdə 10, 90. 90%. Yəni, Y variantı olar. Daha sonra Euler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Sualı belə cavablayarıq. Adi şəraitdə elektrik cəryanını keçirtmir. Təbii ki, qazlar adi şəraitdə elektrik cəryanını keçirtmir. Elektrolitlər isə yəni suda məhlulu cəryanı keçirdən maddələrdir, bilirik ki. Deməli, qazlar adi şəraitdə elektrik cəryanını keçirtmir. Biz gərək qazları iyonlaşdıraq ki, onlar cəryanı keçirsinlər. Deməli, 1 buna aid olacaq, keçirir. 2 aid olacaq elektrolitə. Yük daşıyıcıları sərbəst elektronlardır. Sərbəst elektronlar qazlara aiddir. Yəni qazlarda sərbəst elektronlar, müsbət və mənfi yüklü iyonlar bizdə daşıyıcılar olacaq. Daha sonra daşıyıcıları müsbət iyonlardır və mənfi iyonlardır. Bu həm elektrolitlərə, həm də qazlara aiddir. Yəni 4-5-i isə ortaq cavab olaraq götürməliyik. Daha sonra digər sualımıza keçsək, konturdan keçən cəryan maqnit seli 2 saniyə ərzində 36 milliweberdən 0-a qədər azaldı. Konturun müqaviməti 6 ohm olarsa, yaranan induksiya cəryan şiddətini hesablayın. İnduksiya cəryan şiddəti epsilon induksiya bölünsün R-dən təyin oluna bilər. Epsilon induksiyada onsuz da F-nin dəyişimindən gəlir. Yəni maqnit selinin dəyişməsi bizə epsilon induksiyanı verir. İndi maqnit seli nə qədər dəyişib? 36-dan 0-a düşüb 2 saniyə ərzində. Yəni epsilon induksiya bizdə axı mənfi delta F bölünsün delta T şəklində ifadə olunur. Onda deməli 36 bölünsün 2-dən bu edəcək bizdə 18 volt. Deməli 18 bölünsün 6. Bu da edər bizdə 3 milliamper. Yəni C variantı olacaq.
Daha sonra digər sualımıza keçək. Hansı ifadələr doğrudur? Maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar daxil olan yüklü zərrəciyin sürəti artanda. Təbii ki, Lorentz qüvvəsi artacaq. F Lorentz bərabər QVB sinus alfadır. Perpendikulyar daxil olub sinus alfa 1-ə bərabərdir burada. Sürət artıbsa, təbii ki, Lorentz qüvvəsi də artar. Period və tezliyi isə bilirik ki, sürətdən asılı deyil. Baxın, perioddur, tezlikdir, omeqadır. Bunlar 4 kəmiyyətdən asılı deyildi. Sürət, impuls, kinetik enerji və R radiusdan asılı deyildirlər. Deməli, burada sürət artar. Sadəcə bir doğru cavabdır. Period və tezlik isə dəyişməz. Sabit maqniti sarğaca yaxınlaşdırdığımız zaman induksiya cəryanı yaranar. Bəli, bu sarğacın daxilindən keçən filərin sayı, yəni maqnit seli dəyişdiyinə görə induksiya cəryanı da yaranacaq. Sarğac maqniti cəzb edər? Xeyr, əksinə itələyər. Çünki biz bilirik ki, burada maqnit selinin dəyişiminə əks təsir göstərilir. Yəni, əgər biz maqniti sarğaca yaxınlaşdırırıqsa, tərsinə sarğac maqnitdən itələnmiş olacaq. Sarğacdan keçən maqnit seli azalır, yoxsa artır? Təbii ki, maqnit seli burada artır. Çünki biz maqniti sarğaca doğru daxil edirik və maqnitdən gələn B induksiyalar sarğaca daxil oldu və bu sayədə də sarğacdan keçən maqnit seli artdı. 1 və 4 bizə doğru cavab olar. Daha sonra sarğacın induktivliyi və cəryan şiddətini 2 dəfə azaldın. Sahənin enerjisi necə dəyişər? L kvadratı bölünsün 2-dir. Bizdə cəryan şiddəti 2 dəfə azaldısa, 2-nin kvadratı 4 dəfə enerji azaldı. Digər tərəfdən induktivlik özü də 2 dəfə azaldı. İnduktivlik 2 dəfə azaldısa, deməli enerji buradan həmçinin 2 dəfə də azalmış oldu. 4 dəfə azalma, 2 dəfə azalma, yəni Y3-unda 8 dəfə azalmadan söhbət gedir. Rex konturunda elektrik yükünün dəyişim qanunu verilib, elektrik tutumu verilib və sahənin maksimum qiyməti bizə lazımdır. Təbii ki, Q maksimum kvadratı bölünsün 2S düsturu ilə bunu müəyyən eləmək olar. Q maksimal 0,2-dir. Kvadratı olacaq bizdə 0,4. Bu 2S-dən millifaradla verilib. Millifarad 4 vur 10 üstü mənfi 3 olaraq onda bunu ifadə edəcəm. Və burada alınacaq bizdən, baxın 0,4, onsuz da 4 vur 10 üstü mənfi 2-dir. Buradan 4 ilə 4-ə aparaq 10 üstü mənfi 2, 10 üstü mənfi 3 elədi, 10 üstü mənfi 1. 10 bölünsün 2, bu da edəcək bizdə 5 joule. Daha sonra elektromaqnit dalğası vakuumdan mühitə keçərkən sürəti 2 dəfə azaldı. Bəli, vakuumdan mühitə keçərkən sürət azalır və eyni şəkildə dalğa uzunluğu da azalır. Lambda bərabər V vur T-də axı. Sürət azalanda dalğa uzunluğu da azalmalıdır. Deməli, dalğa uzunluğu 2 dəfə azalar. Period tezlik bilirik ki, dəyişməz. Deməli, 2 dəfə azalar və dəyişməz. Bunu götürməliyik. Ümumiyyətlə, bir mühitdən digər mühitə keçərkən tezlikdə dəyişiklik olmur. Daha sonra aktiv müqavimətli dəyişən cəryan dövrəsində cəryan şiddətinin zamandan asılı qrafiki verilib. 20 ohmdur R müqavimətimiz. Gərginliyin amplitud qiymətini hesablamaq lazımdır. Burada nə yazaq? U maksimal bərabərdir. I maksimal vurulsun. R yaza bilərik. Bu qədər. I maksimum gördüyümüz kimi 4-dür. R 20-dir. Onda burada 80 volt cavabını almış olarıq. Daha sonra cismin müstəvi güzgüdəki xəyalı müfhimidir, düzünədir və özü boyda, cismin özü boydadır. Onda olacaq bu şəkildə. Da tərsinə həqiqi və kiçildilmiş, xeyr, bunlar deyil. 2F nöqtəsindən keçərək çökük güzgüyə düşən bir şüasının yolu təsvir olunub. Çökük güzgüdən əgər bizdə mərkəz, optik mərkəzə göndərmişiksə şüanı, onda elə həmin ox üzrə də geri qayıtmalıdır. Yəni 3-ü götürmək lazımdır. Daha sonra linzanın fokus məsafəsinin linzadan xəyala qədər olan məsafədən asılı deyil. Cisim məsafəsindən fokus məsafəsindən asılı deyil. Linzanın əyrilik radiusundan asılıdır. Bu kəmiyyətlərdən asılı deyildir. Daha sonra digər sualımıza keçək. Difraksiya qəfəsinin spektrində birinci tərtib maksimum meyl bucağının sinusunun qəfəsin üzərinə düşən monoxromatik şüalanmanın dalğa uzunluğundan asılı qrafik verilib. A nöqtəsinə uyğun olan dalğa uzunluğunu hesablamaq lazımdır. Daha sonra difraksiya, deməli, A nöqtəsinə uyğun olan bir dəqiqə üzr istəyirəm. Çox üzr istəyirəm deməli. Difraksiya qəfəsinin spektrində birinci tərtib maksimum üçün meyl bucağının sinusunun asılı qrafiki verilib. A nöqtəsinə uyğun olan dalğa uzunluğunu hesablanmalıyıq.
Deməli, yazsaq ki, D sinus fi bərabərdir K yanda. Birinci tərtib maksimumda hər bir halda bizə lazımdır dalğa uzunluğunu tapmaq. Baxın, elə belə baxaq. Sinus deməli 1 idi, oldu 0.5. Sinus fi necə dəyişdi? 2 dəfə azaldı. Sinus fi 2 dəfə azalıbsa, onda deməli dalğa uzunluğu da burada 2 dəfə azalmış olacaq. Yəni 600 idisə olacaq artıq 300. Daha sonra 15 volt potensiallar fərqini keçən zaman alfa zərrəciyin kinetik enerjisinin dəyişməsini hesablayın. Delta W kinetik bərabərdir YU yaza bilərik. Burada alfa zərrəcikdən söhbət gedir. Helium 2-yə 4. Deməli, heliumun yük ədədi 2Y olduğuna görə 2YU yaza bilərik. Deməli, 2Y 1,6 vuraq 10 üstündə mənfi 19-dur. U potensiallar fərqi gərginliyi isə 15 volt olaraq bizə verilib. Onda deməli 30 vurulsun 1,6, bu 4,8 ilə edəcək. 4,8 vur 10 üstü mənfi 18 yaza bilərik. Cavab olar A variantı. Udulan fotonun enerjisi 4 elektron volt olanda kinetik enerji 3 elektron volt olub. Udulan fotonun tezliyini 2 dəfə artıranda kinetik enerji neçə olar? Ümumiyyətlə, foto effekt üçün Einstein tənliyini yazsaq, Y foton bərabərdir Y kinetik üstə gəlsin A çıxış. Fotonun enerjisi bizdə 4 elektron voltdur. Kinetik enerji 3 elektron voltdur. Plus A çıxış. A çıxış buradan alınır 1 elektron volt. Çıxış işi burada dəyişə bilməz. Yəni, mən fotonun enerjisini artırıram və ya azaldıramsa, bunun çıxış işinə heç bir aidiyyəti yoxdur. Deməli, çıxış işi ikinci halda da 1 elektron volt olacaq. Biz udulan fotonun tezliyini 2 dəfə artırırıqsa, fotonun enerjisi 2 dəfə artır. Çünki Y foton bərabərdir H-nu. Əgər tezliyi mən 2 dəfə artırsam, fotonun enerjisi 2 dəfə artmış olacaq. Fotonun enerjisi 4 elektron volt idi. 2 dəfə artdı. Onda deməli, fotonun enerjisi burada 8 elektron volt oldu. Çıxış işi isə biraz öncəki kimi elə 1 elektron voltdur. Onda deməli, kinetik enerji burada fotonun enerjisi çıxılsın A çıxışdan 8 çıx 1, yəni 7 elektron volt cavabını bizə vermiş olacaq. Daha sonra hidrogen atomu enerjisi 13,6 elektron volt olan əsas haldadır. İkinci enerji səviyyəsində olan hidrogen atomunun ionlaşma enerjisi nəyə bərabərdir? Ümumiyyətlə, N-ci səviyyədə olan hidrogen atomunun ionlaşma enerjisini təyin eləmək istəyiriksə, Y bərabər, deməli, Y0 bölünsün, N kvadratı düsturundan istifadə etmək olar. Bizdə 13,6-dır Y0, N isə ikinci enerji səviyyəsindən danışılır. İkinci enerji səviyyə 2-nin kvadratı olacaq 4. Deməli, 13,6-nı da 4-ə bölməliyik. Bu da bizdə 3,4 elektron volt edər. 3,4 elektron volt. Deməli, bu halda olan hidrogen atomunun ionlaşma enerjisi 3,4 elektron volt olacaq. Daha sonra 48-ci suala baxsaq, lityum nüvəsinin xüsusi rabitə enerjisi epsilon olarsa, rabitə enerjisi nəyə bərabər olar? Bilirik ki, xüsusi rabitə enerjisi bölünsün nüklon sayıdır. Burada nüklonu bizə 7 olaraq verir. Yəni, ümumi proton, neytron sayımız 7-dir və buradan biz təyin eləməliyik rabitə enerjisini. Rabitə enerjisini də buradan təyin edəndə təbii ki, 7 vurulsun, epsilon alınmış olacaq, Y variantı olar. Daha sonra elementar zərrəciklərin qeyd alınması üçün təbii ki, Wilson kamerasından və Heyger sayğacından istifadə edə bilərik. 1 və 3. Daha sonra 50-ci sualımıza baxaq. Faydalı iş əmsalı 30% olan avtomobil mühərrikin sərf etdiyi benzinin kütləsinin zamanın asılıq qrafiki verilib. 23 metr/saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkətdir və bizə dartı qüvvəsini hesablamaq lazımdır. Ümumiyyətlə, faydalı iş əmsalı üçün burada A faydalı bölünsün, A tam vurulsun 100% yazsaq, bizdə benzinin yanmasından alınan enerji tam enerji olacaq. Yəni, A tam üçün QM yazıram. Faydalı işi üçün isə gəlin yazaq F vurulsun S. Yəni, işin düsturu. Bərabər sürətli hərəkətdir burada. Bərabər sürətli hərəkət olduğuna görə S-in də yerinə gəlin VT qoyaq. Onda olacaq FVT bölünsün QM vurulsun 100%. Bizə lazımdır dartı qüvvəsini tapmaq. F dartını buradan təyin etdiyimiz zaman VT 100% bunlar düşdü aşağı. Olacaq eta QM. Və artıq getdik hesablanmağa. Gəlin burada yer açaq. Rahat hesablaya bilmək üçün. Deməli, 30%
vur Q 46 megajouldur. Yəni 46 vur 10 üstü 6. Kütlə bizdə kütləni gəlin götürək deyək ki 3 onda 6. 3 tam onda 6 bölünsün V sürətimiz 23. Tez zaman saatla verilib. Diqqətli olaq. Saniyəyə çevirmək lazımdır. 1 saatı saniyəyə çevirdiyim zaman olacaq 3600 saniyə. Vurulsun 100. İndi burada 4 dənə 0 var aşağıda. Bu 4 dənə 0-ı mən 10 üstü 6 ilə aparıram. Burada qalır 10 üstü 2. Daha sonra 23 46 ilə gedir qalır 2. 3 tam onda 6 36 ilə gedəcək. Aşağıda qalacaq 10. Və nəhayət bu 10. Bu 10-a aparsın. Qaldı bizdə 3. Qaldı bizdə 2. Qaldı 10 üstü 2. 3'ü 2'ye vurdum 6. Onu da 10 üstü 2'ye vurduğumuz zaman 600 Newton alınmış olar. Belə. Bu da sualların həlli. Sağ olun. Gələn izahlarda görüşərik.